Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve izâ qîle lehum âminû kemâ âmenennâs qâlû enu'minu kemâ âmenes-süfehâ elâ innehum humus-süfehâ'u velâkin lâ ya'lemûn. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Məcmuəül Bəyan təfsiri əsasında Bəqərə surəsinin 13-cü ayəsinin təfsirindəyik. Allah Teala bu ayədə belə buyurur. Bəxtdir ki, o münafiq insanlara deyilir ki, iman gətirin. Digər insanlar iman gətirdikləri kimi. Onlar belə deyirlər. Ənu'minu kəmə âmenəs-süfəhâ. Bu səfihlərin iman gətirdiyi kimi biz də iman gətirək. Ələ innəhum humus-süfəhâ. Bilin və agah olun ki, həqiqətən onların özləridir səfihlər. Və lakin la ya'lem, lakin bilmirlər. Bu ayədə keçən lüğətlərin əksəriyyətin mənası keçən dərslərdə məlum olmuşdu. Lakin burada ən azından bir kəlmə var ki, onun üzərində dayanaq, o da süfəha kəlməsidir. Süfəha səfəh kəlməsinin cəm formasıdır. Həqiqətən səfih kəlməsinin cəm formasıdır. Səfih kəlməsi bizdə də istifadə olunur. Adətən o şəxslər ki, üzr istəyirəm bu ifadəmə görə, yəni ağıldan yüngüldülər, onlara bizdə səfəh deyilir. Amma ərəb mənşəli sözdür. Səfih kəlməsinin mənasında buyururlar ki, əs-səfihu əz-zəifur rəy. O şəxs ki, rəyi, nəzəri, fikri həddindən artıq zəifdir. Əl-cahil. Bu da cahil alimin müqabilində deyil. Aqilin müqabilindədir. Yəni cahildir, yəni o qədər ağlın işlədə bilmir. Əl-qalilul ma'rifə biməvazi'il mənafi'i vəl-məzar. Və həmçinin o qədər məlumatı yoxdur, biliyi yoxdur ki, hansı şeylər bunun xeyrinədir və yaxud hansı şeylər onun zərərinədir. Yəni öz xeyri ilə ziyanını bilməyən insan. Belə bir insana lüğətdə səfih deyilir, onun cəm forması süfəhadır. Allah Teala bu ayə deyir, münafiqlərə deyiləndə ki, digər insanların, o müsəlmanların iman gətirdiyi kimi siz də iman gətirin. Onların sözünə bax, aya o səfihlər ki, ağılları yoxdur, qalilul əl-cahil, əz-zəifur rəy, yəni bunlar ki, rəyi, fikri zəifdir, cahildirlər, öz xeyir və zərərin bilmirlər, bunların iman gətirdiyi kimi biz də iman gətirək. Yəni bu münafiqlər o iman gətirənlərə ağılsız deyirdilər. Amma Allah Teala buyurur ki, əla innəhum humus-süfəhâ. Bilin və agah olun ki, həqiqi səfihlər onlardır. Niyə? Bu baxımdandır ki, onlar öz xeyir və zərərini bilmirlər. Bu nifaqla cəhənnəmə giriftar olacaqlar. Hətta bu dünyada belə rüsvay olacaq. Bu münafiqlik nə bu dünyada bəyənir, nə də axirətdə. Bunların, Allah Teala buyurur ki, bunların özləridir səfihlər. Bu baxımdan da biz görsək, Quran-ı Kərimdə bəzi ayələrdə sibyan, yəni uşaqlar və nisa və qadınlar o süfəha kəlməsindən istifadə olunur. Nə baxımdan? Çünki uşaq istər-istəməz öz xeyrini, zərərini bilmir. Bu həqiqətdə hörmətsizlik deyil ha, uşaqlar üçün, qadınlar üçün. Adətən iqtisadi baxımdan uşaqların və qadınların fikri o qədər dəqiq və doğru olmadığı üçün, öz xeyir və ziyanlarını bilmədiyi üçün bu kəlmədən istifadə olunur. Bu hörmətsizlik deyil. Əlbəttə istisna halları var. Ola bilər elə bir qadın olsun, öz xeyrini, zərrəni bəzi kişilərdən də çox bilsin. Bu ayənin lüğəti, amma mənaya qaydaq. Bu ki, əl-muradu bil ayə, bu ayədən məqsəd budur ki, münafiq insanlara deyildikdə ki, səddiqu bi Muhammed, yəni iman gətirin, yəni Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi təsdiq edin. Və ma unzilə əleyh, və ona nazil olan Quran və Quran ayələrinə. Kəma səddəqəhu əshabu. Necə ki, Peyğəmbərin səhabələri ona iman gətirib, onu təsdiq edib, ona nazil olana iman gətirib, siz də ona iman gətirib, onu təsdiq edin. Amma qalu, onların sözü buydu ki, ənusəddiqu kəma səddəqəl cuhal. Bu cahillərin, səfihlərin, üzr istəyirəm, bu mümin ki, onları səfih adlandırırdılar, onların iman gətirdiyi kimi, təsdiq etdiyi kimi biz təsdiq edək. Onların ki, ağlı yoxdur. Ağılları olsaydı, yetim olan Peyğəmbərə
peyğəmbərlik iddiası etdiyinə görə iman gətirməzdilər. Onları səfih adlandırırlar. Amma Allah Taala sümmə kəzzəbəhumullah Taala və həkəm əleyhim bi ennehum humul cuhal fil həqiqə. Allah Taala onları bu sözündə təkzib edir. Siz yalancısınız. Onlar səfih deyillər. Həqiqi səfihlər ilə siz özünüzsüz münafiqlər barəsində. Bu da 13-cü ayənin təfsiri. 14-cü ayəyə gələk. Allah Taala 14-cü ayədə buyurur ki: "Və izə laqulləzina amanu qalu amanna və izə xalav ilə şeyatinihim qalu inna ma'akum innama nahnu mustehziun." Münafiqlərin digər bir xüsusiyyətinə işarə edir. Buyurur ki, bu münafiqlər möminlərlə üzləşdikdə, onlarla görüşəndə deyərlər ki, "Amənna." İman gətirdik. Amma və izə xələv ilə şeyatinihim, lakin öz şeytanları ilə, yəni o kafirlər ki, şeytan sifətdilər, onlarla xəlvət edəndə, gizli məclis quranda, xəlvət, xələv o kəlməyə işarədir. Bunlar möminlərlə qarşılaşardılar. Yəni möminlərlə xüsusi məclisi olmazdı. Amma və izə xələv ilə şeyatinihim, öz şeytanları ilə gizli, məqsəd həmin o kafirlərlə gizli məclisləri olanda qalu inna ma'akum, biz sizlənik. İnnama nahnu mustehziun, biz onları istihza edirik ki, onlara deyirik iman. Yəni həqiqətdə iman gətirməmişik, amma onlara yalandan deyirik iman gətirmişik. Bir növ bu sözlərlə biz möminləri istihza edirik, məsxərə edirik. Bu ayədə 2 dənə lüğət var, onlara diqqət edək. Biri həm əlliqa kəlməsidir. Əlliqa kəlməsi nəqizul hicab. Hicab mani deməkdir. İki şeyin arasında olan maniəyə ərəb dilində hicab deyirlər. Amma əlliqa nədir? Yəni mani olmayan şey. Yəni iki şey bir-birinin kənarındadır, heç bir maniyə də yoxdur. Bəziləri deyir ki, kulli şeyin istəqbələ şeyən əfsadəfə. Bu ki, hər bir şey ki, başqa bir şeylə üz-üzə gələrsə, ona nə deyirlər? Ərəbdə əlliqa deyirlər. Əslül liqa əl-istima məəş-şey əla təriqil müqarəbə. Deyir ki, liqanın əsli bir şeylə bir yerdə cəm olmaq mənasındadır. Bu liqa kəlməsinin mənası. Amma xələv kəlməsi də keçib ki, əl-xila ya əl-xəla nəqizul mila. Həqiqətdə xəla xəlvət etmək mənasındadır. Xəlvət etmək, yəni gizlin görüşmək mənasında. Əl-xila nəqizul mila. Əlbəttə başqa ehtimallar da vardı. Artıq mən onun üzərindən keçirəm. Amma bu ayənin mənası nədir? Bu ayənin mənasına qısa diqqət edək. Buyurur ki, münafiqlər möminləri gördükdə, onlarla təsadüfən yolda, Mədinə küçələrində görüşəndə, üz-üzə gələndə deyərlər ki, iman gətirmişik. İman gətirmişik, yəni biz də sizin kimi peyğəmbər və peyğəmbərə nazil olanı təsdiq edirik. Sizin təsdiq etdiyiniz kimi. Amma vaxtı ki, onlar öz şeytanları ilə, öz şeytanlarından məqsəd burada tərcümə edir ki, ilə şeyatinihim rüəsauhum minəl kuffar. Yəni öz rəisləri olan, o kafirlərdən o öz rəisləri ilə görüşdükdə, xüsusi məclislərində deyərdilər. Əlbəttə bəziləri deyib ki, onlar yəhudilərdir. İmam Baqir Əleyhisselam bir rivayətdə gəlib ki, ennəhum kuhanuhum, o kahinlər var ki, xüsusi olaraq o kahinlərlə görüşərdilər, məqsəd onlardır. Onlarla görüşəndə, kafir olan rəisləri ilə, böyükləri ilə, rəhbərləri ilə görüşəndə deyərdilər, inna məəkum, biz sizinləyik. İnnə nəhnu mustəhziyun, biz onları istihza edirik. Allah Taala 15-ci ayədə buyurur ki, Allahu yəstəhzi bihim. Allah Taaladır ki, onları məsxərə edər və yamudduhum fi tuğyanihim yəməhun. İnşallah bu ayənin qısa izahı gələn dərsimizdə. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.